Salam aleyküm. Xiyar gözəl məhsuldur. Xiyarı yeyən adamın ömrü uzanır. Xiyar kimi uzanır. Xiyar yeyən adam gendən bilinir. Xiyar yeyən adamın sıfatı şax olur, şux olur. Yəni çox da yemək olmaz xiyarı. Çox xiyar yeyən adam xiyara dönür. Biraz narmasında yemək lazımdır xiyarı. Çünki çox xiyar adamı yoldan da çıxardır. Adam başlayır xiyarlıq eləməyə. Məsəl üçün, xiyarlıq eləyir, nağarır. Məclisdə içir, dombalaq aşır. Toyxananın ortasında, nə bilim, meymunluq eləyir. Yerə sürtür özün. Yəni ki, xiyarı yemək olar. Xiyarı normasında yemək olar. Xiyarı bir dizə 10 kilo yemək olmaz. 10 kilo hər gün xiyar yesin, avtomatik bir həftə ərzində çönüb olarsan xiyar. Ona görə xiyarı az-az yemək lazımdır ki, böyrəyin duzunu təmizləsin. Yenə də deyirəm, çox yeyəndə xiyar başqa fəsadlara yol açır. Adamı xiyarlaşdırır. Ona görə xiyarı normasında yeyin. Həm də xiyar yemək gözəl şeydir. Amma xiyar dostlarla oturub durmaya çalışın. Xiyar dostlarla da oturdunuz, vəssalam, oldu xiyarın yekəsi.